Bilirsiniz ki, bu cür anası da mənlə əlaqədə olub, danışmışam. Belli bir yerde danışır. Bəli, nələrin edilməli olduğunu da demişəm. Mən hər an hazıram bu işə girməyə. Sadəcə olaraq ailəsi adından müraciət olunmalıdır. Dediyim kimi, ailəsinə yaxın bir şəxs də mənlə görüşə bilər, görüşə bilərik. Bu işdə Bakı'ya gelsin bir tek yakın adam anası da o da gelecek Bakı. O da ki gözümüz sevinci de başka onun burada işim yok. və mənim dediklərimlə biz ümumilikdə razılaşmalıyıq, ona görə ki, arzum azadlığa çıxsın. Yoxsa adi qaydada əgər belə deyim, formal vəkilliklə kifayətlənmək istəyirsinizsə, mən dediyim kimi, mən heç kimin işində yoxam. Bugünkü gündən mənim öz işlərim, öz vəziyyətim mənim özümə bəsdir. Çünkü mənə şəxsi deyil, bir kişilər deyir. Ayşə xanım, bizim əlimiz çatmır, siz ona gidin. Yox, tanımadığım kişilər yığır məni. Ayşə xanım, Samirə güvənin, ailəsinə deyin. Ailəsinə deyin, kişilər yığır məni, başqa adamlar yığır. Bilmirəm də nə olur olsun Samir bəy, məni bir başqa kişilər, dost tanış, restoran müdürləri və qeyri adlarını çəkmirəm. Samirə güvənin ailəsinə əlaqə saxlasın, biz bir iş tanımıram. Çiriçiz falan, millət yığır. Mənim iş profilim tamam əzizim, mənim iş profilim tamam başqadır. Mənlə əgər sona qədər kimlərsə gələcəksə, mən o yolda, mən insan haqları, mən Amerikada təhsil alan biri kimi Martin Luther King Akademiyasının bir məzunuyam. O akademiyada mən hüquq müdafiəçiliyi ilə bağlı nələrsə əzbərləyib, nələrsə nəzəri cəhətdən özümə götürməmişəm. Mən hüquq müdafiəçisi ruhunda tərbiyə almışam, böyümüşəm və inkişaf eləmişəm.